Salam aleykum. Əl-Bəqərə surəsi 185-ci ayə. Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya Ramazan ayına şahid olarsa, o ayı oruç tutsun. Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruç tutsun. Allah sizin üçün çətinlik istəməz. O sizin üçün asanlıq istəyər ki, orucun sayını tamamlayasınız. Sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz. Quranın endiyi ay Ramazan. Ramazan ayı elə bir aydır ki, Allah bu ayda Quranı insanlara yol göstərən bir rəhbər olaraq nazil etmişdir. Quran yalnız oxunanın bir kitab deyil, o haqqı batildən ayıran açıq ölçüdür. İnsanın doğru ilə yanlışı tanıması üçün ilahi bir nurdur. Buna görə Ramazan sadəcə oruc ayı deyil, Quran və hidayət ayıdır. Bu səbəblə Allah buyurur: Sizdən kim bu aya yetişərsə onu oruc tutsun. Yəni Ramazan ayına çatan, gücü çatan hər bir kəs oruc tutmaq bir şükrün ifadəsidir. Bu oruc Allahın verdiyi hidayətə qarşı bir cavabdır. Amma Allah insanı gücündən artıq yükləməz. Ona görə də ayədə mərhəmətlə bildirir ki, kim xəstədirsə və ya səfərdədirsə, o Ramazanda tuta bilmədiyi günləri sonradan tamamlayar. Burada oruc ləğv edilmir, sadəcə asanlıqla təxirə salınır. Çünki Allahın dini əziyyət dini deyil. Allah açıq şəkildə buyurur: Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Bu, İslamın əsas ruhudur. Din insanı sıxmaq üçün yox, onu qorumaq, islah etmək və yüngülləşdirmək üçün göndərilmişdir. Bütün bu hökmlərin məqsədi odur ki, insan Ramazan günlərini tamamlasın. Allahın ona göstərdiyi doğru yola görə onu ucaltsın. Yəni qəlbi və dili ilə Allahu Əkbər desin və ən əsası şükür edən qullardan olsun. Çünki Ramazan qəlbin oyandığı, insanın özünü tanıdığı, Allahın nemətlərini dərk etdiyi bir məktəbdir. Oruc bizi aclıqla yox, şükürlə tərbiyə edir. Quran bizi məlumatla yox, hidayətlə dəyişir. Allah bizləri Ramazanın hikmətini anlayan, Quranla dirilən və şükür edən qullarından eyləsin. شهر الخير وحب الغير قيام الليل صيام